hal-hazırda işləyən layihə 15-ci layihədir, inşaat gedir. Bu, deməli, Sumqayıt, M1 Sumqayıt yolunu M4 Şamaxı yolu ilə birləşdirən layihədir. O, eyni zamanda da birinci layihə olan Bilcan-Novxanı yoluna birləşəcək. Burada da məqsəd ondan ibarətdir ki, 20 yanvar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sayı azalsın. Deyək ki, Şamaxıdan daxil olan, Şamaxıdan gələn, Xırdalana gələn və yaxud da şəhərə gələn avtomobillər artıq bu yoldan daxil olmaqla şəhərə daxil ola bilirlər. Nəinki Xırdalan dairəsindən və yaxud da 20 yanvar istifadə etsinlər. Ümumiyyətlə, burada daha iki layihə, o vaxtda mən məlumat verirəm, nəzərdə tutulub ki, M4-dən həm Xırdalana daxil olmaq olsun, həm Xırdalandan çıxmaq olsun ki, M1 Sumqayıt yolu boşaldıla bilsin. 4 layihənin biz düşünürük ki, yaxın vaxtlarda icrasına, inşaatına başlanılmasını gözləyirik. Bu, Xiyabani dairəvi layihəsidir. Bu, deməli, bu layihədə xəritədə göstərilib. Yasamal tərəfdə olan nəqliyyat vasitələrinin dairəviyə daxil olmasına imkan yaradacaq ki, 20 yanvara daxil olmadan ora hərəkət edə bilsinlər. Növbəti başlaya biləcəyimiz layihə bu Xırdalan dairəsi özüdür. Xırdalan dairəsində əlavə zolaq inşa edilməsi nəzərdə tutulub ki, çünki orada problem əslində tuneldə deyil, problem həmən M1-dən Xırdalana daxil olmaq istəyən nəqliyyat vasitələrinin sayındadır. Ona görə orada əlavə zolaq inşa ediləcək ki, o nəqliyyat vasitələri rahat daxil ola bilsinlər ki, M1-i də açsınlar. M4 yenə də Xırdalana daxil olma layihəsidir. Bu tuneldir, dəmir yolunun altından tunel keçəcəkdir. Yenə də Şamaxı yolundan Xırdalana daxil olmaq mümkün olsun. Mən onu qeyd etmək istəyirəm ki, Xırdalan şəhərinin, Masazır kəndinin, Sarayın, Bakı şəhərinə nəqliyyat təzyiqi kifayət qədər yüksəkdir. Ona görə də buna xüsusi diqqət ayrılıb dövlət proqramında. 13-cü layihənin vacibliyi həm də ondan ibarətdir ki, 20 yanvardan şəhərdən çıxan avtomobillər Şamaxı yoluna keçid edərək Xırdalana daxil ola bilsinlər. Nəinki Sumqayıt yolundan davam edib Vaz dairəsindən və yaxud da Xırdalan dairəsindən daxil olsunlar. Yəni, bir tərəfdən həm dairəni yüngülləşdirəcək, digər tərəfdən alternativ giriş veriləcək. Bu layihələrin yaxın vaxtlarda icrasına başlanılmasını biz gözləyirik. Qeyd etmək istəyirəm ki, bütün 25 layihələrin, işçi layihələrinin bu il yekunlaşdırılması planlaşdırılıb. Yəni, 26-cı il, 27-ci ildən intensiv tikinti işlərinin başlanılmasını biz gözləyirik.